Sep başmaq dəyişirəm. Üzərində də soyuq termostat yazılımı hədiyyə. Belə ki, detallı formada məlumat üçün video sonuna qədər izlə. Bax, BMW F30-dur. 190 min yürüyüş məsafəsində idi. Sep başmağına görə söymüşük ki, sep başmağını dəyişdik. Söktüyü sep başmaq sistemini dəyişmək üçün. Avtomobildə olan bütün işləri sizə bir-bir izah edirəm. Baxın, seplərimiz orijinal. Prokladkalarımız orijinal. Qabaq salini, filtr korpus, kitabça prokladkaları, üst qışqa prokladkalısı, sonra bloka bağlanan, buna dolaşan qulaq patrufka deyirlər. O, hava filtr patrufkası, bu da alt sepimiz, turbonun antiviz şlankları və bir də kapotun trosunda problemlər var idi. Onları da aradan qaldıracaq inşallah. Avtomobildə nə ehtiyat hissələrindən istifadə eləmişiksə, hansını istifadə eləmişiksə, hamısı sonunda yazılı formada zəmanətimizi veririk ki, hər hansı qoyduğumuz detallarla bağlı problem olduğu zaman təmənnəsiz olaraq biz onu qarşılayırıq. Və bundan əlavə olaraq bir dənə belə bir kampaniya ilə BMW F10, F30, N20, N26 motorlar, F36'lar, F32'lər, F33'lər fərq eləmir. Ümumiyyətcə, qısa desək, N20 və N26 mühərriklərdə kim ki yaxınlaşır bizim yanımıza sep başmaq dəyişiminə, onlara bir dənə hədiyyə olaraq soyuq termostat hədiyyə. Kim istəsə bizimlə əlaqə saxlasınlar və kampaniya isə sentyabrın 8-nə qədər keçərlidir. Həmin bu kampaniya sep başmaq dəyişmək istəyən gələn şəxslərə soyuq termostat hədiyyə. Bundan artıq neyək qardaş? Zəng elə, əlaqə saxla, yaxınlaş, necə lazımdırsa avtomobilinizdə olan bütün problemi aradan qaldırıq, sizə təhvil verir. Təşəkkürlər, izləmədə qal.